Salam, yəqin dünənki oyundan sonra hələ də təsirat altındasınız, hə? Futbol adına nə varsa dünən axşam San Siro'da yaşandı, sözün əsl mənasında. Salam, həqiqətən də inanılmaz bir axşam idi. Yəni, bu cür oyunlar tez-tez olmur. Bəli, danışırıq Çempionlar Liqasının yarımfinal cavab oyunundan Inter Milan və Hansi Flick'in Barcelonası. Onsuz da ilk oyun 3-3 bitmişdi, amma bu cavab oyunu, bu tamam başqa səviyyə idi. Bəli, tamam başqa. Nəticə də ki. Nəticə Inter 4, Barcelona 3, özü də əlavə vaxtda. Ümumi hesab beləcə oldu 7-6 Interin xeyrinə və Inter Münxendəki finala gedir. Düzdür. Bu gün də əlimizdəki materiallar, yəni oyun raportları, analizlər, hətta azərkeş reaksiyaları belə bu tarixi qarşılaşmanı, necə deyim, daha dərindən anlamağa kömək edəcək. Gəlin elə başlayaq, görək nə baş verdi. Oyun San Siro'da başladı və Inter çox güclü təsir bağışladı elə ilk dəqiqələrdən. Hə, elə 21-ci dəqiqədə Lautaro Martinez hesabı açdı. Tez qol oldu bu. Bəli, sonra da ilk hissənin sonu 45-ci dəqiqə Pau Kubarsinin Lautaro'ya qarşı kobudluğu və penalti. Aha, o epizod çox kritik idi. Gənc müdafiəçi üçün çətin an idi. Və Hakan Çalhanoğlu topun arxasında heç həyəcanlanmadan topu qapıdan keçirdi. Inter 2-0, ümumi hesabda 5-3 öndə. Deyirsən ki, hər şey Inter üçün əla gedir deyilə. Düzdür, ilk yarı tamamilə Interin üstünlüyü ilə keçdi demək olar. Amma ikinci yarı başlayanda sanki meydanda başqa bir Barcelona vardı. Hansi Flick fasilədə nə etmişdisə, komanda inanılmaz bir enerji ilə qayıtdı. Özü də necə qayıtdı? Cəmi 6 dəqiqəyə hesabı bərabərləşdirdilər. Bu nə idi? Möhtəşəm idi həqiqətən. 54-cü dəqiqədə Erik Garcia'nın o voley zərbəsi. Fantastik idi. Sonra da 60-cı dəqiqə Dani Olmo başla vurduğu qol, ikisinə də asist Gerard Martin'dən gəldi deyəsən. Bəli, Martin çox aktiv idi o dəqiqələrdən. Və hesab 2-2, ümumi 5-5. Gərginlik zirvədə idi artıq. O arada bir epizod da oldu, Mkhitaryan Yamalı yıxdı cərmə meydançasının kənarında. Hə, var da baxdı ona. Az qala penaltı olacaqdı, amma çöldə olduğu üçün cərmə zərbəsi təyin edildi. Bu anlardan sonra isə Jan Sommer faktoru ortaya çıxdı. Ay sağ ol. Sommer, o nə sevləri idi elə. Həqiqətən divar kimi idi. Bəli, xüsusən Yamalın zərbələrini çıxarması komandasını oyunda saxladı o anlarda. Və sonra 87-ci dəqiqə. Gəlirəm ən həyəcanlı yerə. Rafinha. Gol. Barcelona 3-2-yə önə keçdi. Ümumi hesab 6-5. Artıq çoxları dedi ki, tamam, Barcelona finaldadır. Hətta Yamalın bir zərbəsi də dirəyə dəydi o arada. Deyirsən hər şey bitdi.